Birbirinize sevginizi deyin. Hərdən ədəb deyib o qədər də qurulaşmaq lazım deyil ki, məsələn deyir ki, dinən ki, mən səni çox istəyirəm. Bu sözü dinən. Amma ucuzlaşdırmayın da, yəni davranışınızda bir ədəb olsun. Xüsusilə də böyüklərlə. Qəlb təqvası məlum olur ki, əməl təqvasından üstündür də, elə deyil. Təqvanın üstün dərəcəsidir. Harada işlətsə yaxşıdır bu sözü? Bir o kəslər ki, Peyğəmbərin huzurunda səslərini aşağı salırlar. Onlar o kəslərdir ki, Allah onların qəlblərini təqva ilə imtihan eləyib. Belə baxsın, desin, nə böyük məsələdir ki, gətirib bunu qəlb təqvasına bağlamısan. Bəli, çox mühüm məsələdir. Çünki ədəbsizlik içəridə olan çox xəstəliklərdən xəbər verir. Ədəbsizlik elə belə sıradan bir şey deyil. Ədəbsizliyin içində mənəvi, əxlaqi, mənfi keyfiyyətlər var. Və ədəb özü kiçik gəlməsin. Ədəb için saflığından xəbər verir. Adamda ədəb gördünsə oyun çıxartmaq yox, ədəb. Ədəb ərkan gördünsə bil ki, ürəyində nuraniyyət var. O bir dənə ədəb çox şeydən xəbər verir. Hürrün şəxsiyyət olmağından xəbər verir. Cılız insan, şəxsiyyətsiz adam tərbiyəsiz davranır. Ədəb qaydasını bilmir. Bilmir kimlə necə otursun, necə davransın. Böyüklə böyük kimi davranasan. Böyüyün yerini biləsən. Ona görə ailədə deyir, onu məşq elə. Ailədə, ailənin içində. Ata anaya ədəbi öyrətsin, ana ataya qarşı ədəbi öyrət. O ana ki, ata evə girəndə övladına demir ki, dur özü yığışdır, atan gəlib, o ana uşağını bədbəxt eləyəcək. Atanın, ananın ayağına durmayan övlad bədbəxt olacaq 90% hallarda. Nə qədər ona Quran öyrət, namaz öyrət. Din ədəb üzərində qurulur. Çünki ədəb ruhda hazırlıq yaradır. Adam ədəbsiz təqvalı ola bilməz. Allahın lənəti olsun bu qərb mədəniyyətinə ki, səmimiyyət adı ilə ədəbsizlik gətirib cəmiyyətə. Mən səmimiyəm, necə varam eləyəm, çıxır, nə gəldi danışır, deyim, mən riyakar deyiləm ki, cəmiyyətin fikri ilə oturur. Mən beləyəm. Hansısa müğənni, əxlaqsız, tərbiyəsiz bir insan gəlir bu şəkildə öz əxlaqsızlığını səmimiyyət adı ilə cəmiyyətə təqdim edir. Bəli, cəmiyyətin təqdim elədiyi bəzi çərçivələr var ki, onlara sən riayət eləməklə ruhu təmizləyirsən. Bu, ictimai rəyin əsiri olmaq demək deyil. Bu, ağıllı yaşayışdır. Bütün böyüklər o ailələrdən çıxıb. O ailələr ki, atanın ata yeri var, ananın ana yeri var. Bütün şəxsiyyətlər oradan çıxıb. Mənəvi şəxsiyyətlər. İstisnalar olmaq şərti ilə.